Salam mənim əziz izləyicilərim. Azərbaycan dilində sizlər üçün çox önəmli bir kiçik detay istədim sizinlə paylaşam. Kompaniya yoxsa kampaniya? Bəzi insanlar bəzən olur ki, kompaniya yazır, kampaniya kimi tələffüz edir və bunu elə belə də başa düşür ki, bu cür yazılır və bir cür mənası var. Xeyr, mənası iki cürdür və iki cürdə yazılır. Kompaniya sözü birlikdə aparılan bir işdir. Yəni kompaniya kompakt şəkildə, cəm şəklində birlikdə hər hansısa bir işi gördük. Məsələn, 3-5 nəfərin, 100 nəfərin gördüyü bir iş kompaniya şəklində keçirilir. Amma kampaniya hər hansısa bir məqsəd üçün aparılan bir işdir. Məsəl üçün, kiçik bir iş görürük, bir elan hazırlayırıq, bunu kampaniya elan edirik. Məsəl üçün, eşitmisinizsə bəzi mağazinlərdə verirlər ki, kampaniyaya düşən, endirmə düşən mallarımız, məhsullarımız var və s. Belə izah verdim. İnşallah ki, işinizə yarayar.